Nəvələrin gəlib. Tamam ne yok he babule. Babule. Ne babule senden öndü. De döndü babamdı. Sonra ha. Hala üzərindən nə işin var? Kendi derimden ne iş? Şey olur, nenem yaptısız şüphe. Bu içinde ne sizin ne de güzel dökecek gelinlerin yüzünü. Ne de o köpeği oğlunun sisletini askerliğe gidenden görmemişim, hiç görmeyi isterim. Kıstaki o köpeğoğlu askeriyle qayıdıb. Kes sesini küçük. Yaxşıdır ki, sizin heyətdə mənim doğmalarımdan başqa məzədə yaşayır. Heç olmasa hər 3-də 5-də siqaretini alır getirir. Bu əsgəridən gələn köpək oğlu hardadır? Başı qarışıqdır nənə. Hamıya demişik səndən başqa. Bu günləri o köpeğoğlunun ərisini. Deyirsən də, mən onu neyəm heç nə. Gəlim cümlətami, uyanım bu yanı tikəsiz olursan, neyəsi? Fikir vermeyin neneciğim. 21. əsrdir də. 21-ci əsr olandan olur, hə? Bəyəm 21-ci əsrdə bu böyükləri yaddan çıxarmaq lazımdır. Bəlkə 21-ci əsrdə cavanlara böyüklərin heç məsləhəti lazımdır. Bir daha, bəlkə 21-ci əsrdə hamı özünün ağlını sayır. Qızın anası ölüb. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Atası da professordur. Özü də uzun yubka giyir. Kim? Profesör. Yox, qız. O kadar uzun yufka giyen o profesör kızlarını görmüşüm ki. Əsas oldu ki insan olsun. Yoksa yok. Nənə, onu bilmirik nənə. Amma şəkildə insana oxşayır. Necə yəni şəkildə? Benim kızı görməmişsiniz. Sözün düzü heç Tofiq özü də görməyib. Mən də 14 yaşında zorla ələ verilmir. Mən də Tofiqin anasını özümə zorla gəlin getirmişəm. İndi də Tofiqin özünü zorla öyrəndirdik. Elə buna görə də bizdə heç vaxt mehribançılıq olmuyor. Nənəcəm, sən laf İndiski kinolardakı kimi danışdın. Ama İndiski kino yok Brasiski silahındaki gibi. Nene bir tane sigaretini verdi. Başka saklayarsa. Thank you.